Sufyan Əs-Savri rahimehullah deyir ki, "Mən bəxilə bi ilmihi ibtuliyə bi sələsin." Kim elmi ilə paxıllıq edərsə, 3 şeylə imtahan olunur. Hər kim elmi ilə paxıllıq edərsə, 3 şeylə ibtila olar. İmmə ya ən yənsəhu və la yəhfazuhu, ya onu unudar və yadda saxlaya bilməz. Bu bir. Və immə ən yəmuta və la yentəfiə bihi, ya ölər və ondan fayda görməz, həmin o elmdən. Və immə ən təzhəbə kutubuhu, ya da deyir, kitablarını itirər, deyir. Öyrəndiyi kitablar yoxdur, hansı ki o kitablardan öyrənib. Yaymasa elmi, bu 3 imtahandan biri ilə imtahan olunur. Həmçinin Şeyx Sədi rahimehullah deyir ki, "Mən şəhhə bi ilmihi mətə ilmuhu bi mevtihi." Kim elmini xəsisliklə paxıllıq edib saxlayarsa, onun elmi özü ilə birlikdə ölər. Və rubbamə nəsiyəhu və huve hayyun. Hətta ola bilər ki, bəzən hələ sağ ikən o elmi unutsun. Niyə? Paxıllıq etdiyi üçün, xəsislik edib yaymadığı üçün. İmam İbn Cavzi rahimehullah deyir ki, "Laqad təbə alə yədiyyə fi məcalisi zikri əksəru min mi'əti əlfin." Zikr məclislərində mənim əlim ilə 200 mindən çox insan tövbə etmişdi, deyir. Və əsləmə alə yədiyyə əksəru min mi'əti nəfsin. Həmçinin mənim əlim ilə, yəni mənim səbəbimlə 100-dən çox insan İslamı qəbul etmişdi. Yəni göstərir ki, elmi necə yayırdı, öyrəndiklərini öyrədirdilər. Sonra sözün davam edir, buyurur ki, nə qədər qəlbi sərt olan insanların gözləri mənim nəsihətimlə yaş axıtmışdır. Halbuki əvvəl axıtmazdı, deyir. Yəni demək istəyir ki, mənim moizələrim, elmim, dərslərim sayəsində nə qədər sərt qəlbli gözlər ki var, hansı ki o gözdən yaş çıxmır. Onlar ağlayıblar, deyir. Hər bir halda, əziz qardaşlar, yəni bu çox böyük bir, əhəmiyyətli bir, mühüm bir məsələdir. İnsan öyrəndiyi elmi yaymalıdır, gərək paxıl olmasın. İnsan gərək elmdə xəsislik etməsin. Allahın ona öyrətdiklərindən o da öyrətsin. Və bu elə bir məsələdir ki, insan öləndən sonra qoyduğu faydalı elmdən ona savab yazılır. Baxmayaraq ki, ölüb, amma İnsanlar öyrəndikcə, insanlar faydalandıqca həmin insana baxmayaraq insan qəbirdədir. Ölüb o insana savab yazılır, savab qapısı hələm açıqdır. Niyə? Faydalı elm qoyub getdiyi üçün. Ona görə elmi yaymaq əzəmətli bir ibadətdir. İnsan gərək özünü bu ibadətdən, bu fəzilətli əməldən məhrum etməsin.